Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün videonu belə dikinə çəkməyə qərar vermişəm. Niyə görə? Çünki əgər yoxlayaq, əgər xoşunuza gəlsə belə çəkmək, mən belə çəkim ki, buradan asan olur ki, Instagrama da, TikToka da, çünki onlar bilirsiniz ki, dikinədir, yatay amma YouTube'dur. Əgər bu formada çəksəm, TikToka və yaxud Instagrama da sonra düzəldə bilərəm deyə düşünürəm. Amma yox, əgər bu sizə sıxıcı gəlsə, əvvəl kimi yenə də yatay şəkildə çəkə bilərəm. Bu aralar nələr edirəm deyə soruşsanız, bu aralar hiss etdim ki, hər şeyi tələsik edirəm. Çünki bildiyiniz kimi hər şeyə belə qaçmağa çalışırıq. Uşağın məktəbi olsun, uşağın hazırlığı olsun, yemək olsun, iş olsun. Baxırsan ki, hər bir şeyə qaçırsan. Həm də mən tələsik iş görən bir adam olaraq və çalışdım ki, heç bir şeyə qaça-qaçla etməyim. Yavaş-yavaş özümdə belə bir alışqanlıq yaradım ki, biraz yavaşlamaq. Çünki həqiqətən bu tez-tez hər bir şeyə çatışmaq məni yorur. Baxırsan ki, həyat keçir və mən tez-tez bütün günü bir şeylərə çatmağa çalışıram və axşam gəlir, yatıram, səhər yenə də eyni proses. Görürsən ki, bir müddət sonra insan sıxılır bu tezlikdən və adi qab yuyarkən belə çalışıram ki, artıq yavaş-yavaş yuyum, yavaş-yavaş məsələn qabları silim, yavaş-yavaş bir şeyləri edim, heç bir şeyə tələsmədən. Buna da çalışıram. Yəni demirəm ki, alınacaq, inşallah alınır. Çünki bir şeyin fərqində olum ki, şükür Allaha ki, məsələn mən həyatdayam, mən bu qabları silirəm, mən bu qabları yuyuram, mən evim üçün bir şeylər edirəm. Digər halda elə bir ki, mən robotam və yaxud avtomatam və bütün günü bir şeyləri çalışıram ki, çatdırım. Həqiqətən, yəqin ki, siz də məni anlayarsınız. Bir müddət sonra bu çox sıxıcı gəlməyə başlayır və sən özünü məcbursanmış kimi hiss edirsən. YouTube'a video çəkmək belə məcburiyyət halına gəlmiş kimi olur. İndi mən belə danışanda bəzi xanımların ürəyinə gələ bilər ki, indi bu da normaldır. Ürəyinizə gələ bilər ki, yəqin ki, mən çox iş görürəm bütün günü və bu işdən mən yorulmuşam və yaxud həyatdan şikayət edirəm. Qəti şəkildə belə deyil. Ümumiyyətcə, mən həyatdan şikayət elədiyimi xatırlamıram. Yəni belə bir xasiyyətim yoxdur. Sadəcə bütün günü, yəni mənim elə bir çox işim yoxdur. Nə boyda ailə ki, işimiz çox olur. Sadəcə məsələn YouTube'a da video çəkmək istəyirsən, onu da öyrənmək istəyirsən, buna da sahib olmaq istəyirsən, burada da video paylaşmaq istəyirsən, məsələn, bəzi şeyləri çox istəyirsən və bunu tələsik bir gün içərisində çatdırmaq istəyirsən və o yorur insanı. Bəzən səhərsi günü heç nə etmək istəmirsən, yığılır, birisi günü daha çox hər şey üstündə olur. O həmən günü yenə çatdırmaq istəyirsən, çatdıra bilməyəndə də stresə girirsən. Yəni deyirsən özünü yetərsiz hiss edirsən. Elə bil ki, gündəlik həyatımızda hər bir şey özdə elə bir yarış içindədir. Səhərlər saatın zəngi ilə oyanırıq. Həmin andan da gecə telefonumuzu kənara qoyub yatana qədər, yatmağa çalışana qədər elə bil ki, həmin zamanla biz mübarizə aparırıq. Daha çox iş görmək, daha tez cavab vermək, daha sürətli nəticə almaq istəyirik. Amma bəzən bütün bu sürətin içərisində ən önəmli şey, yəni o anlar ki var, ən önəmli anlar, onları itiririk. Bax, buna görə də qərara almışam ki, biraz daha yavaşlayım. Yavaş insanlar üçün bəlkə də bu deyirsiniz ki, gülməli gələn sizə bir problemdir. Yəni necə, yəni yavaşlama. Amma ki, mən çox sürətli insanam. Hətta hamı deyir ki, sənin əlin çox itidir, çox sürətlisən. Həm danışığım sürətlidir, həm hərəkətlərim sürətlidir. Buradan əslində sizə video çəkmədiyim vaxtı bir neçə sifariş vermişdim, onlar gəlmişdi. Bunu isə sizə video çəkənə qismət oldu. Hüseyin Ronaldo xoşlayırdı. Ona bir dənə belə kabros sifariş vermişdim. Çox qəşəng gəldi Ronaldo kabrosu. Daha sonra özümə ekran üzlüyü sifariş vermişdim buradan. Sifariş verməmişdim, daha doğrusu gedib almışdım. 23 manata almışdım və o elə sınmışdı. Temudan sifariş verdim. Hardasa belə bir kabros sifariş verdim. Bu arada telefonum üçün nəhayət ki gəldi. Bilmirəm, 5-6 manata yəqin ki sifariş vermişəm. Ondan baha deyildi. Və belə bir kutuda gəldi. 3 dənə ekran, hansı ki görünməyən ekran. Burada bir dənəsini 23 manata aldığımı oradan almışam. Səhv etmirəmsə 3-ünü almışam 5-6 manata. Yəni çox ucuz almışam. Həqiqətən də sərfədir. Keyfiyyətini maraqlanmaq istəyirsiniz, deyə bilərəm ki, çox keyfiyyətlidir. Qiyməti də çox uyğundur. Burada birinə belə bu qiymət ala bilmərəm. Orada 3-ünü almışam. Buradakı birindən daha ucuz düşüb. Niyə də buradan alım? Ona görə də anama da sifariş verdim hətta. Qayıtmaq istəyirəm bu yavaşlamaq məsələsinə, hansı ki qərar vermişəm. Məncə yavaşlamaq zəiflik deyil. Əksinə bu gücün və özümüzü dərk etmənin bir göstəricisidir. Nəyə görə? Nə zaman ki bir anlıq dayanıb, məsələn, nəfəs almağa vaxt ayırırıq, həyatın elə bil ki əsl ritmini eşidə bilirik. Bir fincan məsələn çayı tələsmədən içirik və yaxud bir kitabın səhifələrində biraz itmək və sadəcə səssizliyi dinləmək. Bunlar bizi özümüzə qaytaran anlar olur. Ona görə də yavaşlamaq deyirəm ki, yəni bu qədər önəmlidir. Yavaşladıqca daha çox fərqinə varırıq bir şeylərin. İnsan münasibətlərini,
gözəlliyinin və yaxud məsələn təbiətin gözəlliyinin o sürətli qaçışda necə məsələn hansısa bir təbiətin gözəlliyinə baxıb şükür edə bilərik ki, ya üç dünyamızda nələrin baş verdiyini bilmək üçün yavaşlamaq məncə lazımdır. Ona görə də düşünürəm ki, son zamanlar bir addım geri atım, yəni biraz buna alışdırım özümü. Yəni bir addım geri atmaq əslində 2 addım daha düzgün irəliləməyə kömək edəcək deyə düşünürəm. Yəni bu videoda düşünməyin ki, sizə görə bu səsi yazıram. Həqiqətən də yavaşdan paltarları sərirəm. Onu belə dərk edirəm ki, yavaş. Bu paltarı mənə məsələn sərə biləcək bir əlim var, qolum var, şükür Allaha. Bunu olmayan var. Və yaxud yeməyi belə çalışıram ki, çox çeynəyim. O çeynərkən hiss edirsən ki, sən məsələn o dişlərə sahibsən. Həqiqətən gülməli olsa da biz elə bilirik ki, bizim dişlərimiz, bizim dilimiz, bizim tutalım bu yaşamağımız, onu çeynəməyimiz belə bizim elə bil ki, hər gün olmalıdır. Amma əslində hər gün olmalı deyil. Onu bir gün Allah məsələn alanda bizdən Allah eləməsin ki, alsın. Həmin vaxtı biz dərk edirik ki, aldı. Həqiqətən də nə dərəcədə bu məsələn zənginlik axtarırıq, amma həqiqətən də normal bir dişə, bir dilə sahib olmaq belə ən böyük zənginlikdir. Onu itirəndən sonra dərk edirik və onu məsələn yavaş-yavaş çeynədikcə şükür edəcək nə qədər şeyin bir çeynəmək nədir ki? Həqiqətən də hiss edirsən ki, şükür edəcək nə qədər şey var. Fərqindəliyin artır. Bu arada bugün kartoşka qızarmışı elədim. Yoldaşım belə sarımsaq tozu alıb. Deməli sarıkök idi, stiot idi, duz idi, bir də sarıkök tozu, sarımsaq tozu idi. Onların hamısını bir-birinə qarışdırandan sonra bu bildiyimiz o pripravalar olur. Hansı ki iyi qəşəng gəlir kartoşkaya falan əlavə elə. Həmən iyi alındı. Deməli yəni hamısını qarışdıranda onlar da elə qarışdırılmışlar deyə düşündüm. Çox dadlı oldu. Ona görə də bu əgər sarımsaq tozu almamısınızsa elə bu meyvə tərəfə satılan yerlərdə, bu ədəvalar satılan yerlərdə olur. Ağ rəngdə sarımsaq tozudur. Çox qəşəngdir. Yəni mən 2 dəfə idi evə alırdım. Yoldaşım alıb gətirmişdi. Çox bəyəndim deyə tövsiyə edirəm sizə də. Bu arada burada da çoban salatı eləyirəm. Mən çox xoşum gəlir. Kartoşka qızarmışının yanında çoban salatı olsun. İçərisinə çoban salatından mən sarımsaq da vururam, soğan da vururam, göyərti də vururam. Əslində mən göyərtini bol xoşlayıram çoban salatında. Amma yoldaşımla Hüseyn bol xoşlamırlar. Düzdür, bu dəfə öz istəyimə uyğun eləmişəm. Yoldaşım dedi ki, keşke göyərtini biraz az vurardın. Yəni adi bir yeməyin yanında belə bu çoban salatını eləyəndə o qədər dadlı alınır ki. Bu arada videolara bəyənmə az gəlir, rəy az gəlir əvvəlkindən. Mən də ona görə biraz əvvəldən düşmüşəm uzun zamandır. Ona görə də videolara rəyləri də mən gec cavab yazmışam son anlar. Üzrlü hesab edin. Həqiqətən də başım çox qarışıq olub. Ondan belə çalışacağam ki, diqqətli olun. Ona görə də xahiş edirəm videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın və bir də mütləq şəkildə inşallah ki, bu dikey videonu bəyənərsiniz. Çox istəyirəm ki, bəyənərsiniz. Çünki mənim işim belə çox asan olur. Əgər bəyənsəniz və yaxud bəyənməsəniz mütləq rəylərdə mən sizi gözləyəcəm ki, sizin fikrinizi öyrənim. Və bu arada mən burada bişirirəm qırmızı lobyanın supunu. Kartoşkanın yanında düşündüm ki, qəşəng gedəcək. Amma bu dəfə qozlu edəcəm. 2 dəfədir ki, qozlu edirəm. Sınamamışam heç vaxtı. Deyim ki, çox bəyəndim. Soğanı qovurandan sonra bu lobyanı da qaynatmışdım, bişirmişdim. Sonra onu elə əzib yenidən bişirmişdim. Həmən soğanın üzərinə əlavə etsəm. Bu arada yoldaşım dedi ki, kartoşkanın üstünə elə yumurta ilə soğan vur, göyərti vur. Əvvəlki illərdəki kimi mənim çox xoşum gəlir. Bizim uşaqlıqda həmişə belə yeyərdim. Ona görə də onu belə etdim və bu şorbaya həm də sarımsaq da əlavə etdim. Çox dadlı oldu. Bu arada nədənsə son zamanlar belə göyərtli yeməkləri ürəyim çox xoşlayır. Ona görə də hər birində göyərti istifadə etmişəm. Daha sonra isə oradan yemək yeyəndən sonra getdik biz kino teatra. Hansı ki, qardaşımın uşaqları ilə birlikdə getdik Rafadan tayfaya baxmağa. Hə. De? Apatı de? Apatı de? Rafadan tayfanı, yəni kinoteatrı izləmək üçün getmişdik biz Gənclik Mola və biletləri isə itiket.az-dan sifariş verdik. Öncədən birini aldıq 8 manata. Əgər getirmək istəyirsinizsə, buradakı çox maraqlı uşaqlar üçün, istəyir böyüklər üçün çox maraqlı kinolar var. Və oradan öncədən biz popcorn aldıq, kola aldıq. Deyim ki, popcorn və kolaların qiyməti elə də ucuz deyil, elə də ürək açan deyil. Ona görə sizi çəki burada qoyacağam ki, qiymətləri baxasınız. Deməli bizdə 3 böyük, 3 uşağa, hətta 2 uşaq deyim, o bir uşaq çox balaca idi. Bizdə çıxdı 49 manat. Coca-Colaların qiyməti biri 4 manat idi. Popcornların qiyməti isə biri 8 manat idi. Yəni pendirli popcorn almaq istəsəniz, onunsa biri 9 manat 50 qəpik idi. Belə. 5 nəfərlə birlikdə əgər kinoya getmək istəyirsinizsə, heç bir şey yemədən, içmədən sadəcə popcorn və kola və biletlər 100 manat təşkil elədi. Amma deyim ki, çox maraqlı idi. Həqiqətən də uşaqlardan çox özümüzə maraqlı gəldi. Yəni heç demərsən ki,
biz multfilmə baxmağa getmişdik. Çox maraqlı idi. Tövsiyə edirəm ki, Rafadan Tayfanı izləyəsiniz. Çünki orada Anka quşu barəsində əslində video, yəni həmişə eşitdiyimiz bu Anka quşunun necə yenidən küllərindən doğması ilə bağlı bir multfilm idi. Yəni ona görə də çox zövq aldım deyə bilərəm. Daha sonra isə dondurmalarımızı da aldıq. Uşaqlar dondurma idi. Biz isə milkshake içdik. Daha sonra isə ilə maşında qayıtdıq evə. Evə qayıdandan sonra isə yoldaşıma dedim ki, biz bu günlər dondurma falan yemişik. Biraz yürüyüş eləsək yaxşıdır. Axşamüstülər, yəni gecələr daha doğrusu çalışırıq ki, yoldaşım işdən gələndən sonra biz ya idman eləyək, ya yürüyüş eləyək. Ona görə də biz gəldik gecə belə yürüyüşə. Daha sonra isə burada videonu sonlandırmaq istəyirəm. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm videonu bəyənərsiniz.